deməli, Cambridge nəşrləri var. Cambridge nəşrlərində 6-cı cilddə səhifəsi ilə qeyd edirəm. 353-cü səhifədə Cambridge History of Iran nəşridir bu. Yəni, Britaniyanın ən məşhur nəşrlərindən biridir. Orada qeyd edir ki, Məhəmməd Tahir Vahid 2-ci Abbasın vəziri olmuşdur. Yəni, bunu bildim. Yəni, siz deyirsiniz ki, elmi olaraq yanlışdır, müəllim. Mən də ona əsas gətirirəm. Müəllim deyir ki, elmi olaraq səhvdir bu məsələ. Yəni, ona əsas gətirir. Dissertasiya işi gətirir. İcazə verin, mən kimi tanıyayım da. Yəni, mən də onun elmi tərəfini izah eləməyə çalışıram ki, dərsliyə əsasən salınıb. Dərsliyə əsasən salınıb. Və müəllimlər deyir ki, dərsliyə əsasən salınsa belə, o yenə də elmi səhvdir. Amma mən də sübut edirəm ki, yəni elmi səhv də deyil. Yəni burada dərsliyə görə yaxşı əsas məqam. Əsas yerdə Turan müəllim, bir dəqiqə gözləyirəm. Turan müəllim sizi dinləyək. Dostlar, vaxtı bərabər bölməliyik. Əks halda biz müzakirəni davam edəməyəcəyik. Sərvər müəllim də dedi, bildiyiniz kimi demin proqramı var, hansı ki ədəbiyyat siyasi çıxarılır və siz ədəbiyyat siyasından kənar orada sual sala bilməzsiniz. Cambridge və digər hissələr ola bilməz. Azərbaycan tarixi 8-ci sinif dərsliyi Yaqub Mahmudun ümumi redaktorluğu 2023. Azərbaycan tarixi 10-cu sinif dərsliyi 2022 və mən 8-ci sinif Azərbaycan tarixindən həmin hissəni çıxartmışam və siz də baxa bilərsiniz, səhifə 36 və belə bir cümlə getir. Şah Süleymanın hakimiyyəti dövründə baş vəzir olmuş Məhəmməd Tahir Vahid. Bəli. Keçirəm növbəti hissəyə, səhifə 37. Səhifə 37 belə bir qeyd edir. Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş, sonra isə baş vəzir vəzifəsinə qədər yüksəlmiş Məhəmməd Tahir Vahid. İndi bir sual verim. Sonra baş vəzir vəzifəsinə qədər yüksəlmiş deyirsə, siz bura hansı qənaətə gəldiniz ki, burada söhbət Şah Abbasın hakimiyyəti dövründən sonradan gedir. Dəstəyə əsasən xaric edirəm. Dəstəkdə mənə dəqiq cümlə görsədir ki, şahid bilsin ki, var. Dilçilərlə də müzakirə eləmişik, yəni dilçi ekspertlərlə və orada vergüldən sonra baş vəzir vəzifəsinə qədər yüksəlmiş ifadəsi, yəni həm bu Abbasın dövrünə şamil oluna bilər. İcazə verin mən danışım da, siz xeyir deyirsiniz, mən dilçilərlə bunu müzakirə eləmişəm, yəni öz şəxsi fikrimi deyilmirəm. Bu 2-ci Abbasın dövrünə də şamil oluna bilər və ondan sonra gələn Süleymanın dövrünə də şamil oluna bilər. Dərslikdə bununla bağlı məsələn, yəni ziddiyyət yaradan məqam olmasın deyə. O zaman niyə sual salırsınız? İcazə verin də mən fikrimi tamamlayayım. Məsələn, bununla bağlı bir nümunə də var. Yazır ki, Nəsrəddin Tusi Hülakü xanın dövründə köməkçi, amma Abaqa xanın vaxtında isə vəzir vəzifəsinə imkan. Yəni burada bəli. Deməli bunun